Salamlar, belə bir sual paylaşmışdıq. Uyğunluqları müəyyən edin tam cavabı. Deməli, Qarabağla bağlı bir sual idi. Qarabağla Liverpool oyunundan bir neçə saat öncə bu sualı yazıb paylaşmışdıq. Sonra nəticə elə oldu ki, izah çəkməyə həvəs olmadı. Əslində bütün publik şəkildə paylaşdığımız sualların izahını çəkib paylaşırıq. Bunu paylaşmamışdıq. Ona görə bugünə qədər mesaj kutusuna mesajlar gəlir ki, o sualın izahı necə oldu, cavabı necə oldu. Ona görə bu sualın da izahını çəkib paylaşaraq birlikdə baxaq. Deməli, uyğunluqları istəyir. Qarabağ İngiltərə nəhəngi Liverpoolla qarşılaşacaq. Burada deyir ki, mürəkkəb adla ifadə olunmuş təyin var. Varmı? Burada təyin İngiltərə nəhəngi budur. Hansı Liverpoolla İngiltərə nəhəngi? Mürəkkəb adımı? Xeyr, yanlışdır. İngiltərə nəhəngi deyə bir mürəkkəb ad yoxdur. Fikir yanlışdır, qabağında da yazılıb yanlışdır. Yəni bunun yanlış olduğunu müəllif özü də təsdiqləyir. Ona görə burada bir uyğunluq var. Bəhlul Mustafazadənin son dəqiqə qolu bütün Azərbaycanın göz yaşlarına doldu. Mübaliğədən istifadə edilmişdir. Doğrudurmu? Baxaq. Deməli, burada mübaliğə var. Çünki bütün Azərbaycanın göz yaşlarına boğmayıb. Azərbaycanda da elə məsələn, futbol həvəskarları var ki, heç Qarabağa fanatlıq eləmir, Qarabağın qalib gəlməsini istəmir. Və yaxud da elə adam var ki, heç bilmir ki, futbol nədir, nə olanda nə olur, nə olanda qol olur. Yəni, Azərbaycandakı çox insana təsir elədi, amma bütün Azərbaycanı göz yaşlarına boğdu. Bu artıq mübaliğədir. Burada da yazılır ki, mübaliğədən istifadə edib doğrudur. Doğrunun qabağında doğru yazılması da bir uyğunluqdur. Sonra, Azərbaycan klubunun Almaniya klubuna qalib gəlməsi tarixi hadisə idi. Məsdər tərkibində xüsusi isimlər var. Baxaq. Deməli, Azərbaycan, Almaniya. Bunlar xüsusi isimlərdir. Burada da gəlməsi var. Bu, məsdər tərkibidirmi? Xeyr. Axırdan məsdər gəlsə də, bilirik ki, yəlik mənsubiyyət sıxeni varsa, o artıq məsdər tərkibi yox, ismi birləşmə sayılır. Ona görə burada məsdər tərkibində xüsusi isimlər var, yox, ismi birləşmədə xüsusi isimlər var demək lazımdır. Fikir yanlışdır, yanlışın qabağında yazılır ki, yanlışdır. Bu da uyğunluqdur. Bugün Qarabağ üçün Avropada həm ən çətin, həm ən asan oyun olacaq. Yazılır ki, həm cins təyinlər işlənmişdir. Nəyə görə həm ən çətin, həm ən asan oyun idi? Çünki Liverpool çox güclü komandadır. Qarabağın bu vaxtacan olan rəqiblərin içərisində ən güclüsüdür. Həm də ən asan ona görə idi ki, Qarabağ 10-0 uduzsa belə yenə də keçmək şansı var idi ona görə. Bəs burada çətin, asan, bunlar həm cins təyinlərdirmi? Bəli. Çünki oyun olacaq, feyli xəbər deyil. Olacaq nə oyun, necə oyun, asan, necə oyun, çətin. Həm cins təyinlər var, qabağında yazılır ki, yanlışdır. Yanlış deyil, doğrudur. Burada uyğunluq pozulur. Benfica'nın udmaq Qarabağın bu ilki uğurlarının başlanğıcı oldu. Təyin mürəkkəb sifətlə ifadə olunmuşdur. Bu ilki mürəkkəb sifətdir, təyin edici sözdür. Bəs təyin deməyim, xeyr. Qarabağın uğurları 3-cü növün içindədir. Ona görə də buradakı mürəkkəb sifət təyin deyil. Deməli, 3-cü növ təyin sözləşməsinin içindədir. Fikir yanlışdır, yanlışın qabağında ki, yanlışdır. Bu da bir uyğunluqdur. Deməli, D-dan başqa hamısı A, B, C, E. Doğru cavab budur.